Məscidlərin birində moizə eləyirəm və mənim moizələrim də adətən yorucu, uzun, bezdirici belə bir halda olur da. Yəni 10 dəqiqə, 15 dəqiqə mən və salatu və selamu deyib 15 dəqiqəmi bitirirəm. Məndə alınmır da, bacarmıram. Gördüm bir nəfər mənə zəng vurdu. Uzun uzadı xütbədən sonra salam falan kəsdi, dedim bəli. Biz səndən gözləməzdik, sən belə, sən elə. Bu Şamlı kimi mənə 2-3 dənə İmam Həsənə dediyindən dedi. Mən də elə gözləyirəm ki, bu bir sona versin, bir dərdin desin də. Bu müqəddiməni, bəy tərifin qoyaq kənara. Sən Hacı Şahini niyə təhqir eləmsən, rəhmətliyi? Dedim, valla mən heç yadıma düşmürdü, indi yadıma saldım. Mən Hacı Şahınla nə işim? Heç belə deyə də yolumuz kəsişmir ki, deyim o filan yerdə yolumu kəsmişdi, ona görə mən narahatam. O hara, mən hara. Onun öz işi peşəsi, mənim öz işi peşəsi. Hərə bir cür təbliğatını aparır. Yox, belə sən belə. Dedim, yaxşı. Bir dəlildən, sübutdan nəsə varmı ki, mən Hacı Şahına, rəhmətliyə, sən dedikləri demişəm. Dedi, hə. Dedim, nədir dəlil? Özümə maraqlı oldu. Dedim, məsciddə, cəmaatın arasında minbərdə demisən. Bu sağa baxdım, sola baxdım ki, bəlkə başqası ilə danışır. Gördüm, yox, elə mənəm. Məndən başqa heç kim yoxdur. Telefonla danışırıq. Dedim, məsciddə? Dedi, bəli, məsciddə. Dedim, axı, məsciddə danışdığım mənim yadımdadır. Mən orada Hacı Şahindən, mən heç bir xütbəmdə Hacı Şahindən danışmamışam. Dedi, yox, fakt var. Dedim, nədir fakt? Dedi, internetə video qoyulub. Dedim, nə video? Göndər baxım. Göndərdi, oturdum öz danışdığıma. Özüm bezdim öz danışığımdan ki, bu nə qədər danışır? Biraz az danış da. Deməli, qulaq astım. Gördüm, Şahin kəlməsi var. Amma hansı Şahin? Bu Vəhabi var, Abu Zeyd kimi məşhurdur, amma adı Şahindir. Mənim də belə deyək də, həmən o dönəmlərdə özümə vəzifə bildim ki, Əhl-i Beyt şiyyələrini Vəhabi caynağından xilas edeyim, qoruyum. Onların şübhələrini gətirirəm və cavab verirəm bacardığım qədər. Buna bənzər mövzular, onun bir belə deyək də kitabçası var. O kitabçasında və 19 dəqiqə ya 17 dəqiqə çıxışında 24-25 dəfə adam yalan danışır. Şiə alimlərin adından kitablar ixtira eləyir, səhifələr deyir, filan deyir. Mən də kitabı zadı göstərirəm ki, bu kitab, bu səhifə. Birincisi, bu alimin belə bir kitabı yoxdur. Bu adam uydurur. Çünki sən gedib axtarası deyilsən ki, mən onu axtarıb tapa bilərəm. Bu Şahin üçün bir-iki dənə yaxşı orada söz deyirəm. Kitab sahibi, risalə filan, Vəhabi də deyirəm ağzımda, Vəhabi Şahin. Deməli, təzədən videonu göndərdim adama ki, qardaş, sən mənim haqqıma girmirsən, o dediklərin hamısını sənə halallığım vermirəm, qiyamət günü yapışacam yaxondan. Sən filan dəqiqəyə qulaq as, gör günəm mən kimdən danışıram. Bilirəm, axıracan qulaq asmamsan, səni kimsə burub göndərib üstümə. Bir 10-15 dəqiqədən sonra gördüm, yığdı, nala muxa vurur ki, işdə olub. Dedim, yox, kim deyir işdə olub? Xeyr, indi mən başlayıram sənin üçün, qulaq as. 1, 2, 3, şəriət, belə deyək də, kəlmələrindən, halallıq da vermirəm, sənə kim deyib, onu tap. Və ona denən ki, Şeyx Cavid halallıq vermir. Mənim adımdan niyə yalan danışırsınız ki? Yıxsın mənə, halallıq istəsin. Və illa vermirəm. Deməli, bu da indi belə deyək də, mənim üstümə göndərilən adam elə-belə adam olmayacaq da, özünə hörmət eləyən adamdır. Tapır həmən bu, belə deyək, çaqqalı və ona deyir ki, bəs bu ondan danışmayıb, baxı, sən mənə yalan deyib, vurub şəxsin üstünə göndərib rüsvay eləyirsən. Və bu da video və halallıq da vermir, mən də rüsvay olmuşam. Yəni, sən gərək ondan danışasan.
Bunun qorxusundan adam məndən danışdı. Deyirəm ki, bəs sən niyə belə eləyirsən? Niyə fitnə fəsad yaradırsan? Yəni bu nə deməkdir? Nə yaşıva, başıva uyğun deyir axı bu sənin. Özün meçid əhli, namaz filan. Yəni bunu Vəhabilər eləsəydi, deyərdim ki, hə, bunların adətidir. Sən niyə də? Deyir, gəldim, işdən gəlmişdim, yorğun idim. Qış vaxtıydı da, kombi söküyüb kürəyin kombiyə. Bir dənə deyir, Şahin eşitdim, xoşum gəlmədi. Sıraz ağlı gedib Hacı Şahin rəhmətliyə. Yatdım, meçiddə yatıb, bir dənə axırda salavatda oyanıb, çıxan kimi də birinci vəzifəsi bu olub. Şeyx Cavid Hacı Şahini təhqir elədi. Ona, buna filan. Dedim, neçə nəfərə demisən, hamısına bir-bir getdinən ki, səhv eləmişəm, yalan demişəm, onda mən sənə halallıq verirəm. Amma belə halallıq zad yoxdur. İşdi olubdu, bir daha olmaz, o da qəbul deyil. Yəni, belə deyim də, xüsusən dini mühitdə belə bir xəstəlik var. Qardaş, nədən xoşun gəlmədi, nəyi başa düşmədin? Buradadır da, gəl denən ki, qardaş, sən belə bir söz demirsən, bunun dəlili varmı, sübutu varmı? Hətta bu yaxınlarda bir məclisdə bir seyidlərdən biri qayıtdı, dedi ki, sən elə bir mövzu açmısan ki, cəmaatı şəkkə salmısan, cəmaatın üçündür. Buna göz qaş elədim ki, sonra söhbət eləyərik də, bu iftar yeri belə elmi mövzular üçündür. Dedi, yox, hələ burada. Dedim, nə mövzusu açmışam? Dedim, Muxtarın haqqında. Muxtar Səqəfi. Cəmaat şəkkə düşüb. Dedim, axı, mən Muxtarı şəkkə gətirən mövzu danışmamışam axı. Birincisi, Muxtarın haqqında mənim xütbəm yoxdur. O olsa, mövzu içində toxunaram. O da Muxtar, mən öz araşdırmama əsasən təriflənən və qəbul biridir. Mənim adımdan niyə belə şey eləyirsən? Dedi, sənin danışığın var, qulaq da astım, heç xoşum gəlmədi. Dedim, bəlkə ağzımdan kəlməni tam çıxara bilməmişəm. Yəni, nətər, bu da seyiddir, namazı var, orucu var, filandır. Qaldım belə, dedim, hardadır o xütbə, bir göstər görək. Dedi, yox, baxmışam. Bunu deyəndə biraz elə bir şey yarandı məndə ki, yox, bu da ola bilsin, havadan buna nəsə gəlib. Dedim, yox da belə olmur da, cəmaatın içində sözü atdın, harda demişəm, göstər, əgər səhvdirsən, mən onu düzəldim. Düzdürsə, sən denən ki, mən Hacağanın adından nağıl danışıram. Sonra ağa çıxdı aradan. Özüm narahat gəldim evə, başladım yenə, harda danışmışam o şeyi. Dərslərin birinin içində otururam, təzədən ona baxıram, buna baxıram, axırda tapdım. Deməli, bir 8 dəqiqəli, 7 dəqiqəli bir mövzunun, moizənin içində bir çıxışdır. Muxtarın haqqında danışıram, məzəmmət eləyən hədisləri də gətirirəm, tərif eləyən hədisləri də gətirirəm. Axırda 3 saniyə, 3-4 saniyəli kəlməm var. Deyirəm ki, Muxtarı tərifləyən hədislər səhihdir, məzəmmət eləyən hədislər isə zəifdir. Bunu adam başa düşməyib. Yəni, Muxtarı tərifləyən hədislər etibarlıdır, Muxtarı pisləyən hədislər etibarsızdır. Yəni, burada mövzu yarımçıq qalır ya bitir. Mövzu bitir. Göndərdim həmin o ağıya, Seydə ki, ağa bir dənə zəhmət olmasa bunun axırına bax, mənə qoymamısan yatmağa. Baxdı, axırına, mən burasına qulaq asmamışam. Yəni, qulaq asıb, axırda 3-4 saniyəli yer qalıb, bir cümlə. Ona qulaq asmayıb, iftar məclisində də qalxır, deyir ki, sən Muxtarı şək-şübhə altına gətirirsən. Hələ bu ikisi mənim qabağıma çıxandır. Nə qədər var, Allah bilsin. Yəni, özümdən moizə eləmək istəmirəm. Mövzu Əhl-i Beytdir. İmam Həsən əleyhissalam və